Salam uşaqlar. Bugünkü dərsimiz düz xətlə çevrənin qarşılıqlı vəziyyətidir. Düz xətlə çevrənin qarşılıqlı vəziyyəti 3 halda olur. Gəlin baxaq, birinci hal. Deməli, bu bizim çevrəmizdir. Və hər hansı bir A düz xətlidir. Gördüyümüz kimi, deməli, çevrə A düz xətti ilə kəsişmir. Biz məsələn xaricində çevrənin A nöqtəsi yaza bilərik, daxilində B nöqtəsi yaza bilərik və yaxud üzərində C nöqtəsi qeyd edə bilərik. İkinci hala baxaq uşaqlar. Deməli, bu bizim çevrəmizdir. Bu da hər hansı bir B düz xəttidir. Ona toxunur və ortaq nöqtə əmələ gətirir, A nöqtəsi. Deməli, bu nöqtə həm düz xəttə aiddir, həm də çevrəyə. Ona görə deyirik ki, onların bir ortaq nöqtəsi var. Üçüncü hala baxaq uşaqlar. Bu bizim çevrəmizdir. Deməli, A, B düz xətti çevrəni kəsir. Buna vətər deyilir. Deməli, vətər həm belə ola bilər, həm belə ola bilər, həm belə ola bilər. Ən böyük vətər uşaqlar, baxın, mərkəzdən keçən böyük vətər diametrdir. Diametr 2 radiusa bərabərdir. Bu radiusdur. Bu birinci radius, bu da ikinci radius. Onların cəmi diametrdir. Əgər diametr 10'dursa, deməli radius neçə olacaq? 5. Burada 5 olacaq, burada 5 olacaq. Əgər diametr 20'dirsə, bura olacaq 10, burada olacaq 10. Radius bərabər olacaq 10'a. Belə bir çevrə çəkək və mərkəz buradadır. Deməli, adlandıraq A, B, C və D. Onlar hər hansı bir K nöqtəsində kəsişir. Deməli, A, C ilə B, D vətəri K nöqtəsində kəsişir. Deməli, onda KA bunun hasili bunun hasilinə bərabərdir. Yəni KA ilə KC-nin hasili KB-nin KD ilə hasilinə bərabər olacaq. KB ilə KD-nin hasilinə bərabər olacaq. Yəni bunları bir-birinə vursam bunların hasilinə bərabər olacaq. Gəlin rəqəm yazaq. Bura yazaq 4, bura olsun 6, bura olsun 3, buranı tapaq. Deməli, 3 hissə verilib, bir hissəni tapmaq lazımdır. KA neçədir? 4. Gəlin yazaq, bu 4'dür. KC neçədir? 6. Yazdıq 6. KB bilmirik neçədir? Yazaq X. KD də 3'dür. Bunların deməli hasili bir-birinə bərabərdir. Gəlin yazaq, 24 bərabərdir 3x-ə və x-i tapsaq, bilirik ki, ədədi x-in əmsalına bölürük. Ədədi tapdıq, deməli, tərəfi oldu 8 cm. KD bərabərdir 8 cm. Deməli, bura 8 cm. Belə bir tapşırığa baxaq. Deməli, mərkəzdə 2 vətər birləşir. Ondan başqa daha bir vətər, gəlin adlandıraq. Bu A, B, C, D, M, N vətərləridir. Və A, B ilə C, D hər hansı bir K
nöqtəsində kəsişirlər. Uzunluqlarını da yazaq. Bura 2, bax bura. Bura isə KB 9-dur. Buranı götürək 6. Buranı tapaq. Deməli, yenə bildiyimiz kimi KA ilə KB-nin hasili KS ilə KD-nin hasilinə bərabərdir. Gəlin yazaq. KA ilə KB-nin hasili bərabərdir KS ilə KD-nin, KS ilə KD-nin hasilinə. KA neçədir? 2. KB isə 9. KS 6. KD bilmirik neçədir? X götürək. Yəni bunları bir-birinə vursaq bərabər olacaq. 18 bərabərdir 6x-a. X-i də tapanda ədədi bölürük x-in əmsalına. X bərabər olur 3 santim. Deməli, KD bərabərdir 3 santima. Belə uşaqlar, videonun sonuna gəldik, çıxdıq. Sizə uğurlar arzulayıram. Abunə olun. Sağ olun.